bu günləri Amerikanın Milli Okean və Atmosfer Departamentinin, yəni qısaca NOAA qurumunun fizika elmləri laboratoriyasının modeli ilə tanış olduq. Bu model uzunmüddətli modeldir. Yəni fevral ayının 20-sinə qədər olan müddət ərzində ümumi olaraq şimal yarımkəsində gözlənilən hava şəraitini uzunmüddətli bir model olduğu üçün, yəni dəqiq bir hansı gündə qar yağacağı işarəsini verməsə də, siqnalını verməsə də, daha çox uzunmüddətli modellər ümumi olaraq həftəlik və aylıq olaraq regionda müşahidə edilə biləcək bir atmosfer cəbhələrinin atmosferdəki təzyiqin artıb azalmasının daha çox hansı regionlara təsir etməsi siqnallarını verir. Ümumi olaraq bu modelin ümumi təhlillərinə əsasən 2025-ci ilin dekabr ayının 3-cü 10 günün sonlarında və yanvar ayının 1-ci həftəsi ərzində Bakıda ilk sulu qar və qarın yağması ehtimalı var. Lakin artıq fevral ayının isə çox nadir hallarda baş verən bir proses gözlənilir. Fevral ayının isə Azərbaycan arasında əksinə mülayim bir isti keçməsi gözlənilir. Düzdür, qışın son ayı olan fevral ayı əsasən şaxtalı hava şəraiti ilə, yəni yanvar və dekabr aylarına müqayisələ qışın son ayı olan fevral ayı əsasən soyuq hava dalğaları ilə daha tez istiqamətdə qalır. Ümumi çoxillik arxiv məlumatlarının təhlillərinə əsasən, lakin 2026-cı ildə isə bu prosesin əks təsirləri gözlənilir. Çünki qlobal dəyişikliklər gözlənilir. Artıq Sakit Okean arasında La Nina proseslərinin bir xeyli zəifləməsi və El Niño ilk keçid siqnalları gözlənilir. Eyni zamanda Şimal qütbündəki qütb vorteksinin də dekabr ayının əvvəllərində və noyabr ayının 3-cü 10 günün sonlarında kəskin dağılması gözlənilir. Yəni qütb siklonlarının bir xeyli zəifləməsi gözlənilir ki, bu da noyabr ayının sonlarında və dekabr ayının 1-ci 10 günlük ərzində qütbdəki küləklərin zəifləməsi fonunda güclü arktik hava dalğalarının Şimali Amerikaya qədər yayılması gözlənilir, Kanadaya qədər və Amerikanın cənub sahillərinə qədər yayılması gözlənilir ki, bu da o deməkdir ki, qütbdəki, şimal qütbündəki soyuq hava dalğalarının zəifləməsi, siklonların zəifləməsi fonunda soyuq havanın cənub enişlərinə doğru yayılması və qütbdəki soyuqların azalması gözlənilir. Lakin şimal qütbündəki qütb vorteksi adlanan bir qütb siklonlarının özünü bərpa etməsi isə yanvar ayının sonlarına doğru və fevral ayında gözlənilir. Bu da o deməkdir ki, qütb siklonları özünü bərpa etmə dövrü fevral ayına düşdüyü üçün ərazidə, yəni ümumi olaraq şimal yarımkürəsində havanın temperaturunda artım gözlənilir. Çünki qütbdəki soyuq hava dalğalarının cənub enişlərinə doğru müdaxiləsi bir xeyli azalacaq. Fevral ayında ümumi olaraq Avropa ərazisində və Qafqaz regionunda ekstremal bir, dəhşətli bir soyuma ehtimalı çox aşağı bir ehtimaldır, çox zəif ehtimaldır. Bu soyuq hava dalğalarının daha çox dekabr ayının 3-cü 10 günlüyündə və yanvar ayının 1-ci 10 günlüyü ərzində Qafqaza müdaxiləsi ehtimalı var. Bu da Bakıda ilk sulu qar və qarın dekabr ayının 3-cü 10 günlüyü sonlarında yağmasına səbəb olacaq. Fevral ayı çoxillik göstəricilərdən isti keçə bilər Qafqaz regionunda. Lakin bu proses əgər bu şəkildə müşahidə olunarsa, fevral ayı normadan isti keçərsə Qafqaz regionunda, Azərbaycanda, onda mart ayının və aprel ayının, yəni 2026-cı ilin mart və aprel aylarının isə əksinə normadan, çoxillik göstəricilərdən sərin və soyuq keçməsi ehtimalı var. Çünki qütb siklonları noyabr ayında vaxtından əvvəl dağıldı. Noyabr ayının artıq 3-cü 10 günlüyün sonlarına doğru bu sistemin təsirindən, ümumi qlobal tendensiyanın təsirindən qütb vorteksinin vaxtından əvvəl dağılması, zəifləməsi gözlənilir. Lakin qütb siklonları özünü bərpa etməyə başlayacaq yanvar ayının ortalarından sonra, yanvar ayının sonlarına doğru və fevral ayı ərzində isə qütb siklonlarının yenidən güclü olması gözlənilir. Yəni polar vortex adlanan bir termin var. O ərazidə müşahidə edilən hava şəraiti nəticəsində qütb siklonlarının güclənməsi yanvar ayının sonlarında və fevral ayının əvvəllərində, fevral ayının 1-ci 10 günlük ərzində güclənmə gözlənilir. Bu da soyuq hava dalğalarının fevral ayında ümumi olaraq şimal yarımkürəsinin cənub enişlərinə təsirlərini azaldacaq. Qafqaz regionunda da fevral ayında havanın temperaturunda artım ehtimalı var. Lakin bu tendensiya əgər real zaman ərzində müşahidə edilərsə, yəni bu proqnoz, bu tendensiya, bu təhlil real zaman ərzində baş verərsə, onda fevral ayında havanın istiləşməsi əksinə mart və aprel aylarında isə artıq qütb vorteksinin yenidən yaz aylarına doğru təbii olaraq zəifləməsi gözlənilir. Bu da şimalda toplanmış normadan soyuq hava dalğasının 2026-cı ilin mart, aprel və may aylarında tez-tez
Şimal yarımkürəsindəki cənub enişləri müdaxiləsi nəticəsində ümumi olaraq Şimali Amerikada, Avropada, ümumi olaraq Avrasiya ərazisində, yəni Qafqaz regionuna daxil olmaqla Şimal yarımkürəsindəki ümumi ölkələrdə 2026-cı ilin yaz aylarının çoxillik göstəricilərlə müqayisədə tez-tez hava şəraitinin dəyişiklik ehtimalı var. Çünki qlobal tendensiyalar onu göstərir ki, bəzi də bildirdiyimiz kimi qış vaxtından bir qədər tez gələcək Şimali Amerikaya və Avropa ərazisinə, lakin qışın sonlarının isə bir qədər vaxtından əvvəl isinməsi, yəni fevral ayında isə əksinə mart və aprel aylarında müşahidə edilməsi gözlənilən hava şəraiti gözlənilir. Mart və aprel aylarında isə əksinə qışın sonlarında gözlənilən hava şəraitinin isə, yəni bu havanın sürüşməsinin isə belə deyək, dırnaqarası olaraq soyuq havanın sürüşməsi isə daha çox mart və aprel aylarında gözlənilir. Bugünlük bu qədər. Növbəti günlərdə atmosfer proseslərində gözlənilən ən son dəyişikliklər haqqında kanalda yenilənmiş məlumatların təhlilləri yayımlanacaq.